Salam, bugün sizinle 4. bölme 2. ders insanda tənəffüs sisteminin iş dəftərindəki tapşırıqlarına baxacaq. Gəlin başlayaq. 1. Tənəffüs sisteminə aid olan orqanların adını yaz. Burun boşluğu, daha sonra baxın bu qıvrım nahiyə burun udulaq, bu hissə udulaq, qırtlaq, traxeya və ya nəfəs borusu, alveollar, bronxiyollar, bronxlar, ağciyər, üzr istəyirəm. Bu qabırğalardır, bu ağciyərdir. Bu hissə soruşulmurama deyək, diafraqma, bu ürək və burada plevranı da göstərmək istəyirəm sizə. Baxın, bu hissə isə plevra boşluğudur. Keçir 2. suala. Düzgün və yanlış fikirləri işarələ. Traxeyanı formalaşdıran qığırdaqlar yarımdairəvidir. Bu doğru fikirdir. Səbəb odur ki, traxeyanın arxasında qida borusu var. Əgər tam halqa olsaydı, qida udulan zaman maneçilik törədə bilərdi. Ona görə C şəkilli yarım halqadır. Bronxiyolların daha xırda şaxələri bronxlar adlanır. Bu yanlış fikirdir. Bronxların daha xırda şaxələri bronxiyollar adlanır. Alveollar bronxiyolların ucunun genişlənmiş hissəsidir. Bəli, doğrudur. Traxeyalarda da qazlar mübadiləsi baş verir. Yanlış fikirdir. Qazlar mübadiləsi yalnız alveollarda baş verir. Kirpikli epitel hüceyrələri selik ifraz edir. Xeyr, kirpikli epitel hüceyrələrin kirpikləri var ki, ritmik hərəkət edirlər. Seliyi vəzli hüceyrələr ifraz edəcək. Bu yanlış fikirdir. Plevra pərdəsi ilə qabırğa arasında qalan boşluq plevra boşluğu adlanır və maye ilə doludur. Bu doğru fikirdir. Plevra ağciyərin üzərini, həmçinin də qabırğaların daxili səthini, yəni döş boşluğunun daxilini örtür. İki plevra arasında qalan boşluqsa plevra boşluğu adlanır və maye ilə doludur. Həmin boşluqda hava olmamalıdır. Olarsa pnevmotoraks adlanır. Bu hadisə. Nəfəs alarkən qırtlaq qapağı qida borusunun girişini örtür. Bu yanlış fikirdir. Qırtlaq qapağı qırtlağın üzərində yerləşir. Nəfəs alarkən açıq olur ki, hava ötürülsün ağciyərə. Yalnız qida qəbulu zamanı bu örtülür ki, qida nəfəs borusuna düşməsin, qida borusu ilə hərəkət etsin. Yəni, qırtlaq qapağı qida borusunun girişinə, ümumiyyətlə qida borusuna aidiyyəti yoxdur, onu örtə bilməz. Yanlış fikirdir. İnsan danışdıqca səs telləri bir-birinə yaxınlaşır, hətta qışqırdıqda bir-birinə sürtünür. Bəli, insan danışdıqca səs telləri bir-birinə yaxınlaşmış şəkildə olur, susduqda isə tam aralı olur. Burada yazılsaydı ki, gərginləşir, daha doğru cümlə olardı. Qışqırdıqda isə səs telləri daha gərgin olur. Ona görə uzun müddət qışqırmaq olmaz. Bu doğru fikirdir. Cədvəli tamamla. Burun boşluğundakı qıvrım yollar. Burun boşluğundakı qıvrım yolların funksiyası havanın keçdiyi yolu uzatmaqdan ibarətdir. Bu zamanda hava isinir, tozlardan, mikroorqanizmlərdən, allergenlərdən təmizlənir, həmçinin də hava nəmlənir bu yolları keçərkən. Burun boşluğunun vəzləri. Burun boşluğunda olan vəzlər seli ifraz edir ki, bayaq yuxarıda adını çəkdiyimiz hissəcikləri bu selik tutub saxlayır. Həmçinin seliyin içərisində xüsusi fermentlər və anticismlər vardır ki, mikroorqanizmlərlə mübarizə edirlər. Üstəgəl də havanı nəmləndirməkdən ibarətdir bu vəzlərin funksiyası. Burun boşluğundakı kirpiklər. Kirpiklər ritmik hərəkət edərək tutulmuş hissəciklərin seli həbs olmuş hissəcikləri ritmik hərəkət edərək udulağa göndərir. Udulaqdan ya udulur, ya da xaric atılır. Qırtlağın funksiyası. Qırtlağın ilkin olaraq deyirik ki, səsin çıxarılmasında qırtlaq iştirak edir ki, qırtlaqda səs telləri vardır, bununla da səs yaranır. Həmçinin qırtlaq qapağı vardır ki, bayaq da dedik, qırtlaq qapağı qidanın nəfəs borusuna düşməsinin qarşısını alır. Qida qəbulu zamanı örtülərək və qırtlaq sözsüz ki, hava aparıcı bir yoldur. Havanın düzgün istiqamətlənərək keçməsinə şərait yaradır. Traxeyadakı kirpikli səth. Eynən traxeyadakı kirpikli səthdə kirpiklərin ritmik hərəkəti hesabına ifraz olmuş seliyə
yad cisimləri, məsəl üçün mikroorqanizmlər ola bilər, toz hissəciklər olar, allergenlər olar. Onlar seliyə həbs olunduqdan sonra kirpiklər ritmik hərəkət edərək udulağa göndərir. Udulaqdan yenə deyirəm, ya udulur, ya xaric atılır. 4-cü sual. Soyuq havada ağız vasitəsilə havanın qəbulunun məqsəduyğun hesab olunmur. Bəli. Hava ağciyərlərə ağızdan daxil olarsa, bu zaman hansı proseslərin icrası baş verməz və bu nəyə səbəb olar? Əgər havanı ağızla qəbul etsəz, yuxarıdakı saydığımız proseslər olmayacaq. Hava isinməyəcək, hava təmizlənməyəcək, həmçinin də hava dedi ki, nəmlənmir və quru şəkildə qalır. Ümumiyyətlə, soyuq havada ağızdan tənəffüs etmək daha təhlükəlidir. Uzun müddət soyuq havada ağızla tənəffüs etsəz, bu geri dönülməz zədələrə gətirib çıxara bilər. Və yaxud da ki, farenqit ola bilərsiniz, laringit ola bilərsiniz. Yəni, məsləhət bilinmir. Burunla nəfəs almaq lazımdır ki, hava mikroorqanizmlərdən, tozdan təmizlənsin, üstəgəl hava isinsin və nəmlənsin. Bunlar bu burunla nəfəs aldıqda olur, ağızla nəfəs aldıqda olmur. 5-ci sual. Düzgün verilmiş fikirləri işarələ. İnsanda sol bronx sağ bronxdan qısadır. Xeyr, bu kitabımızda fəaliyyət hissəsində verilmişdir araşdırmamız üçün. Sol bronx sağ bronxdan uzundur. Sağ bronxsa daha genişdir. Baxın, təkrar deyirəm, sol bronx uzun, mənfəzi dar. Sağ bronxsa qısa, amma mənfəzi genişdir. Ona görə də hər hansı bir yad cisim və sar düşdükdə sağ bronxa düşmə ehtimalı daha böyükdür, çünki mənfəzi genişdir. Özü isə qısadır. Bu cümlə isə səhvdir, çünki deyir sol bronx qısadır, sol bronx uzundur. Bu cümlə səhvdir. Traxeyanın daxili divarı kirpikli və vəzli epiteldən təşkil olmuşdur. Bəli, kitabımızda da verilib bu. İnsanda sağ ağciyər 2 paylıdır. Xeyr, sağ ağciyər 3 paylı, sol ağciyər isə 2 paylıdır. Yanlış fikirdir. Traxeyanın arxa divarı qida borusuna birləşmişdir. Doğrudur. Bayaq danışdıq bu haqda. Bronxiyollar yuxarı hava aparıcı yollara aiddir. Xeyr, bronxiyollar aşağı hava aparıcı yollara aiddir. Yanlışdır. İnsanlardan fərqli olaraq çərtkə və hörümçək kimi canlılarda qan, toxuma və hüceyrələr oksigen daşımır. Bəli, bu doğru cümlədir. Bunu qan bölməsində danışmışıq. Həşəratların qanı hemolimf adlanır ki, bu qanın gördüyü bütün funksiyaları yerinə yetirir, amma qazlar mübadiləsində iştirak etmir. Onlarda qazlar mübadiləsini yerinə yetirən traxeyalar, traxeollardır. Axırıncı, traxeyada yerləşən vəzli hüceyrələr qədəyə bənzər formadadır. Bəli, tamamilə doğrudur. Funksiyaları da selektiv ifraz etməkdən ibarətdir. Bu qədər. Sağ olun.